Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Cəlilabad rayondayıq. Şikayətçimiz Hacıyev Malik, Malik Ağakərimoğlu. Ağakərimoğlu. Mənim evdə çox çəkilişlərim olur, müraciət eləmişəm. Mən indi buradan səslənirəm ölkə başçısı Cənab İlham Əliyevə, vitse-prezidentimiz Mehriban xanıma. Səslənirəm ki, heç olmasa mənim bu əlillər evi deyəndə sən biraz çıxır. Yəni əlillər evi nəfər olur, hər yerdən bir dənə imarət tikilir, yəni hərədən bir dənə gətirirlər, olur əlillər evi. Ancaq mənim bu gördüyüm, həmin bu çəkilişi aparılan düz qazinin evidir. Dövlət tərəfindən tikilən evdir. O yerdə çəkiliş aparılır. Mənə məsəl maraqlıdır odur ki, bu niyə bu əlillərə baxılmır? Bunun baxılmamağında səbəbi, baba göstərirəm sizə, bax, neçə aydır, 4 aydır, baba, yoldaşım da, babam həmin baba, bax, görürsən nə gündə qoyub. İndi o haqda danışacağım. Hamısı dəlillə, subutla, dializ xəstəsidir. Həftədə 3 dəfə dializ alır, 2, 4, 6-cı günlər dializ alır. Bütün orqanlara. Bax, prezident aparatında olmuşam, qeydiyyat şöbəsində olmuşam. Həbibdə, baba bu daha, baba həmin təbiblərdə, baba baxın. Baba görürsünüz. Bax, şəkillər bax bu daha. Verilmir. Mənə deyirlər ki, baba bu daha, dəlillə, subutla, görün bu 2 dənə dərmanla dializ xəstəsi yaşaya bilər. Baba, hamısı dəlil, subutdur bunlar. Bax, heç burada var bir şey. Böyrəci atkaz oldu. 9 il, 8 il demişlər bizə. Yox, 9 ildə alır. 5 ildə uşaq 44 günlük müharibəsində səfərbərliklə elan olundu, gedildi. Aprel döyüşündə oldu və 44 günlükdə də səfərbərliyinə getdi. Sentyabrın 29-u evdən apardı, voyinkomatdan getdi. Dekabrın 31-i buraxıldı. Xəstə olan şəxsi necə apara bilənlər deyil? Ha, onu indi mən çox müraciət elədim. Dedi, yox, bizdən şikayət eləmə, bizi tutarlar, nə bilim nə. Dedim, axı bu aprel döyüşündən gələndə belinin bunda yırtığı var idi. Bu da tuşlayıcı idi. Nəysə apardılar. İndi kəllə beyin və silkələnməsi bu dəqiqə hal-hazırda məşləqan dərmanı ilə yaşayır. Uşaq indi buradadır. Yəni buraxmışam ki, biraz sərbəstdir. 5 ildir qoyulub. Bunu da bilirsiniz ki, nə qədər qazimi özün yandırıblar, eləyiblər. Mən ancaq Allahım şahiddir ki, qoruyub saxlayıram. Olub ata, mən olmuşam valideyn. Nə deyib qəbul eləyirəm. Çünki qorxuram ki, başına. Çünki onun 2 dənə körpəsi var. Onların körpəsinə kim baxacaq? 3-cü qrup əlində. Bəli. Bəli. Bəli, bəli. Bəli. Cəsur medalları ilə. Bəli. Maliklə deyirsiniz ki, evin əlillər evidir. Əlillər kim deyirsə? Anadan gəlmə uşağımdır. Ailəmdir və qazidir və bir də bacımdır. Yoldaşımız, övladımız, bir də bacımız. Bəli. 2 evladım var. Bəli, 2 dənə evladım var. Oğlan xeylağı. Biri də elə bil anadan gəlmə əlildir. Bu Allahın əlilidir. Yoldaşım Allahın əlilidir. Bacım da Allahın əlilidir. 3 əlil mənə baxır. 3 əlil Allahın əlilidir. Bir dənə dövlətin əlili var. Dövlətin əlinə dövlət belə götürür. Dövlət sahib çıxır. Ancaq məmurlara qoymur. Bax bu göstərdiyim adamlarda həmin baş direktor, Cəlilabadın direktoru Oqtay bu dəqiqə hal-hazırda 4 ayda dərman vermir. Baba resept. Cəlilabadda haranın direktoru? Xəstəxananın. Xəstəxananın direktoru. Baba görsən əlimdəki dəlillə, subutla danışıram. Deyir mənə deyir ki, tapşırıq verilib ki, yuxarıdan buna tapşırıq veriliblər ki, bilmirəm də indi o kimin nəzər. Mən də bunun nəzərimdə, özümdə nəzərimdə turam. Bunun başda duranın, bunları bura təyin eləyən Elnur Azadxanovun vaxtında mən döyüşürəm bunlarla. Elnur Azadxanovun vaxtında Xalid Əhədov, Rəşad Mahmudov. İndi o birisi çıxıb, indi bura girib Əbibin böyücü, Anar Bayramov. Yəqin bunların tapşırığı ilə Oqtay, baş direktor. Önlə də getdim, mənə dedi ki, sən vəbşi hegemonluq eləyirsən, nə bilim, nə eləyirsən? Bəli, bəli, deputat, bəli, millət vəkili. Çünki Xalid Əhədovla Rəşad Mahmudov sırf bu dərman işinə baxırlar. Həmin bu xəstələrin dərmanın verməməyin səbəbləri bunlardır. Necə millət vəkili ki, Qarabağ döyüşçüsünə, qazimizə kömək edir? Dava onun davasıdır ki, elənmir. Ancaq mənim davam bu dəqiqədə nə qədər mediada çəkmişəm, çəkiliş aparmışam, ancaq dərman da var. Mən onlardan pul istəmirəm ki. Səs vermişəm deputatıma, heç deputatım heç mən... Yaxından izin görmüşsünüz? Mən bir dəfə olmuşam, bir problemdir, hələ bu qazinin işığı yoxdur. Fakt. Yoxdur işığı.
Seçkilərdən öncə gəlib Heç nə, heç qazinin öz tanıyırlar ki, bunlar. Hacıyev Hikmət Malikoğlu, Hikmət Hacıyev prezidentin köməkçisidir. Onun atasını bilmirəm. Ancaq bu Hikmət Hacıyevin atası mənəm. Hacıyev Malik Ağakərimoğlu. Deyirəm, belə bir yadda adam qalandı ki, prezidentin köməkçisidir bu adam. Yəni onu yadımdan çıxartmasın, bunu da yadımdan çıxartmasın. Malik müəllim, müraciət eləmisinizmi? Hər yerə müraciət İcra edirəm. başçısı var. İcra başçısı deyir mənim səlahiyyətimdə deyir, baxmır. İcra başçısına da baxmır. Prezidentin qoyducu Rafi Cəlilovu, Cəlilaba 240 min əhalisi var. Rafi Cəlilovu icra başçısı qoyulub. Bu adam gör Elnurun vaxtından olub bu. Bu adam gör nə qədər hegemon adamdır ki, həm bu adamlara arxanca Rəşad Mahmudov bayaqlar dedim. Xalid Əhədovdur. Bunların arxasında duran bu olduğuna görə o boyda prezidentimiz Rafi Cəlilovu icra başçısı qoyub. Bu adam bunun qəbuluna gəlmir, gələ bilmir. Niçindir burada yaptı? Elə, Əvvəlindən. elə əvvəldən yaşayır. Kümələrdə yaşamışam mən. Malik müəllim, krallar qarşınızda etkili, həyatınız bacanır. Hal-hazırda sizin yaşayış, maddi rifahınız yaxşı deyil. Dərmanları ala bilmirsiniz. Hə, mənim davam dərmanlarım. Bəli. Bax, buradan kimə müraciət edir? Mən buradan ölkə başçısına müraciət eləyirəm. Hə. Prezidentimizə, vitse-prezidentimizə müraciət eləyirəm ki, mənə köməklik eləsin. Bu qurumlara, Xalid Əhədovlar, Rəşad Mahmudova, xəstəxana tapşırıq verilsin ki, Anar Bayramova tapşırıq versin. O da tapşırıq versinlər ki, Oqtaya və şöbə müdürü Xalıq doktor. Pis günə Xalıq doktor buna qoyub. Nədən olur xanım qolun belə? Çünki düzgün damara düşülmədiyinə görə. Demirəm mənə pul, mən heç kimə də deməmişəm ki, bugünkü günə qədər. Hamısı da tanıyırlar məni. Rayon rəhbəri də. Mən demirəm mənə pul ver. 5 ildə işləmirəm, 6 ildə işləmirəm. Uşaq müharibədən gələndən. Mənə iş verir, mənə nə isə verir. Mənə lazımdır ki, bu əlillərimi dəvə dərmanım versin. Dəyərli izləyicilər, buradan belə məlum oldu ki, Malik müəllimə heç nə lazımdır. Yeganə istəyi dövlətindən, qurumlarından, Cəlilabadın imkanı şəxslərindən köməklik olsun, dərmanlar versin, balalarını yaşatsın. Dövlət tərəfindən verilən dərman verilsin. Dövlət tərəfindən. Ölkə başçımdan, Mehriban xanımdan bunu tələb eləyirəm ki, qoyduğu qurum, bu adamların, adı çəkdiyim adamlar, demirəm mənə pul versinlər. İstəmirəm mən. O pul versə də mən qəbul eləməyəcəm onu. Siz müraciət edirsiniz, kimliyə baxdığın zaman. Bəli, baba vermir. Deyirlər ki, yuxarıdan tapşırır. Hə, deyir yuxarıdan. Mən də bilmək istəmirəm ki, yuxarıda sən kimlə deyirsən ki, yuxarıdan vermirsən. Prezident də bunu dəfələrlə deyir ki, kim xəstənin dəvə dərmanını yeyirsə, irin qanıdır da. Bu nə deyir prezident? Və prezident onda hər rayona getməlidir ki, prezidentlik eləməlidir. Yaxşı, Rafi Cəlilovu bırak. Əgər rayon rəhbəri qoyulursa bura, icra başçısı qoyulursa, deməli bu prezidentin sağ əlidir də. Sən də bunu deməli saymırsansa əgər, deməli hansısa qurum, deməli sən prezidentin özünü saymırsan. Malik müəllim, siz poliklinikalarda, xəstəxanalarda xəstələrə yazılan dərmanların yarısını verirlər. Məsələn, 2 qutu olmalıdır, 10 dənə, 25 dənə verirlər. Biz kanallarımız vasitəsilə durulan dövlət başçısına müraciət edirik. Bu barədə ciddi tədbirlər görsün. Təşəkkür edirəm, sağ olun. Sağ ol, Allah canınızı salamat edin. Bu gördüyümə inanacam və gördüyümdən danışacam. Mənim uşağıma dövlət tərəfindən nə lazımsa elənilir. Dəcə tam olmayıb. Amma evi də yarımçılıq. Yarımçılıq deyəndə ki, içinin əşyası yoxdur. Bu dəqiqə hal-hazırda işığı da yoxdur. Niyə? İşıq pulu ödə, deyirəm yaxşı neylə. Bunu axı dövlət tərəfindən bunlar hamısı havayı olmadı. Dövlət buna pul ayırıbsa, bunun ailəsi uşağı üçün də, əgər də buna qaz pulu verəcək, işıq pulu verəcəksə, da bunun da yaşayışı harda olacaq? Mən buradan ancaq ölkə başçısına, ondan başqa mən elə bir şəxs tanımıram, tanımaq belə bir şey istəmirəm. Çünki ölkənin yiyəsi odur. Ölkənin nətər deyərlər, prezidenti odur. Mən ondan bir dəstək gözləyirəm, ondan. Mənim bu səsimi media vasitəsilə siz ona çatdırarsınız ki, yəni qurum biletçisi Xalid Əhədovun, nəsə Rəşad Mahmudovun, bunların adını çəkirəm, indi onlar deyəcək ki, kimdir bu adam, mən tanımıram, bu adam mənim adımı hallandırır. Ancaq mən ona deyirəm ki, baba budaxa, sənin qoyduğun adam Oqtay direktor vermir dərmanı. Deyir, mənə yuxarıdan tapşırıq var. Yuxarıdan da yəqin sizlər tapşırıbsınız. Mən fakt dəlillə danışıram. Baba budaxa,
Deyir qazinin körpəsində bir təbdir görmədilər. Məni ziyana sal. Deyirlər böyrəyində daş var. Yalan məlumat verir. Yalan bəli yox. Baba bunlar deyir ki yalan danışır ancaq fakt baba bu daxa dəlil. Deyir ki 8 yaşı var. Əgər bir naşı həkimin yanına salsaydı, deyəcəkdilər ki, hə daşı var bana.